Gələcəkdə məşğulluq bazarına uyğun tövsiyə sisteminin yaradılması nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bununla əlaqədar məlumat verilib. Bildirilib ki, bu addımla məşğulluq xidmətlərində süni intellekt texnologiyalarının tətbiqi istiqamətində yeni layihələrin həyata keçirilməsi planlaşdırılır. Planlaşdırılan sistem özündə hansı üstünlükləri birləşdirir? Canlı bağlantıda olan əməkdaşımız Fidan Mədətova xəbər verəcək. Salam Fidan, buyur söz səndə. Salam Gülşən, bəli, gələcəkdə yeni innovativ yanaşmaların tətbiqi məqsədi ilə genişləndirilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni bir sistemin istifadəyə verilməsi nəzərdə tutulur. Hansı ki, bu tövsiyə xarakterli bir sistem olacaq və süni intellektin tətbiqi vasitəsilə elə sizin də qeyd etdiyiniz kimi həyata keçirilməsi nəzərdə tutulur. Bu proses məhz məşğulluğa töhfə vermək üçün həyata keçiriləcək. Belə ki, vətəndaşın bilik və bacarıqları, təhsil səviyyəsi, maraq dairələri həmin sistemin içərisində öz əksini tapacaq və buna uyğun olaraq da vətəndaşa uyğun vakansiyalar artıq süni intellektin köməyi ilə tövsiyə olunacaq və sizə uyğun 5 vakansiya başlığı altında həyata keçirilməsi nəzərdə tutulur. Yəni ilkin mərhələdə 5 vakansiyanın təqdim olunması nəzərdə tutulur və bununla da məhz bu prosesin həyata keçirilməsi ilə də vətəndaşların öz maraq dairələrinə uyğun peşə və bilik bacarıqlarına uyğun vakansiyalarla təmin olunması, məşğulluğa töhfə verməsi də nəzərdə tutulan istiqamətlərdən biridir deyə bilərik və bəli, bir daha vurğulamaq istəyirik ki, və bir məqamı da sizlə bölüşmək istəyirik ki, eyni zamanda sistem işə götürənlər üçün uyğun namizədlərin daha operativ müəyyənləşdirməsinə dəstək verəcək və əgər vətəndaş hər hansı bir işə qəbul olunarsa və həmin sahədə çalışırsa, artıq onun əmək müqaviləsi də həmin sistemin içərisində öz əksini tapacaq. Hələ ki, bizim son çatdıracaqlarımız bu qədər idi. Söz yenidən sizə ötürürük. Təşəkkürlər Fidan, ətraflı məlumat üçün. Elə bu informasiya ilə də bu saata burada yekunlaşdırırıq. Hadisələrin inkişafını isə ARB24-dən izləməyə davam edin. Saat 15-də